Gəl mən sənə kömək edim, bərabər şəkildə gedək. İkisindən tutar. Çox tərifləyirdim Barcelonanı. Mbappe. Onlar çox ümidlidirlər. Onlar hər gün istəyirlər ki, məsəl üçün, ümidləri var ki, biz nə vaxtsa ayağa qalxacağıq. Bugün tanış olacağımız ailədə 3 bacı eyni xəstəliklə mübarizə aparır, eyni taleyi bölüşür və illərdir ki, yerimək imkanından məhrumdular. Lakin bütün çətinliklərə baxmayaraq, onlar həyata olan sevgilərini, yaşamaq əzmlərini və ümidlərini itirmirlər. Gəlin bu ailə ilə daha yaxından tanış olaq. Salam, hər vaxtınız xeyir olsun. Xoş gəlibsiniz. Çox sağ olun, necəsiniz? Yaxşıyıq, sağ olun, çox sağ olun. Əvvəlcə ondan başlayaq ki, tanış olaq. Qızlarınızın adları necədir və hansı xəstəlikdən əziyyət çəkirlər? Qızlarım uzun ildir bu xəstəlikdən əziyyət çəkirlər. Ailəvi spastik paraplegiya xəstəliyidir. Bunlar da erkən yaşından baş verib. Bu ortancıl qızım Zülfiyədir. Bu balaca qız Minə, o da böyük qız Gültəkin. Bu onda irsi xəstəlik sayılır da. Şturumpel deyirlər buna, səhv etməmsə. İrsi xəstəlikdir. Sizdə qohum evliliyi olub? Qohum evliliyidir. Nəslinizdə bu xəstəlikdən əziyyət çəkən varmı? Nəslimizdə yoldaşımın bir bacısı xəstə olub, o da sonradan olub. Amma biz bilməmişik də, o çox yeriyib, sonradan olub. Onu bilməmişik biz. Olub. Qohum evliliyi dedikdə nəyi nəzərdə tuturdunuz? Yoldaşınız yaxın qohumunuzdur? Atamın, anamın xalası oğludur. Atamla anam da xala oğlu, xala qız olub. Mənim yoldaşım da onların xalası oğludur. Bəs həkimlər bunun səbəbini məhz bununla bağlayırlar ki, qohum evliliyinə görədir belə? Qohum evliliyinə görə olur. Bu xəstəlik? Bu xəstəlik. Uşaqlar ümumiyyətlə, qızlarınız hər hansı bir müalicə keçiblər, yoxsa necə və neçə ildir artıq bu cür xəstəlikdən əziyyət çəkirlər? Hansı çətinliklər var? Mən Gültəkinin 6 yaşı olanda, bunun da 3 yaşı vardı. O vaxtdan mən onları gətirib aparırdım da müalicəyə. Ondan sonra dayandırdım. Həkimlər boyun çəkdilər ki, sağlam uşaq ola bilər də. Ondan sonra Minə dünyaya gəldi. Ondan sonra bu da elə xəstələnəndən sonra Minəni gətirdim, apardım, daha bunları gətirmədim. Balaca vaxtı müalicə elətdirmişəm. Böyüyəndən sonra Nəticədə olmamışdı? Nəticədə olmamışdı. Bu xəstəliyin belə deyim, müalicəsi yoxdur, yoxsa necə? Və bildiyim qədərilə çox nadir xəstəliklərdən biri hesab olunur. Həm imkan olmadı, ardıcıl gətirək aparaq, bu vəziyyətə gəlməsin. Həm də ki, çətin idi, gəlib gedə bilmirdik. Rayonda yaşayırdıq o vaxt. Sonra da Minəni Moskvaya apardım, oraya, buraya. Mini ilə məşğul oldum, bunlar yaddan çıxdı. Sonra Minə əməliyyat oldu. Bir dəfə ayağından əməliyyat oldu. Təzə-təzə durub volkerlə yeriyirdi. Sonra belindən, bel disk sürüşməsi oldu. 2 dəfə belindən əməliyyat oldu. İmplant yerləşdirildi. İndi ardıcıl fizioterapiya lazımdır ki, fizioterapiya aparıram. 4 ildir fizioterapiya aparıram. Biraz Allaha şükür yaxşıdır. Həkim deyir ki, ardıcıl gətirsəniz, bu volkeri də atıb normal yeriyə bilər. Belə başa düşdüm ki, həm də maddi durumunuz zəifdir. Bəs bu evdə kiraya qalırsınız? Bu evdə kiraya qalırıq. Öz evimizdir. Uşaqların müalicəsi ilə əlaqədar biz burada kiraya qalırıq. Geniş olmasına geniş olsun ki, həm də aparıb gətirəm, burada geniş olsun bunlara. Fizioterapiyanın hansı mərhələsindədir hazırda qızınız Minə? Ortada yaxşıdır. Neçə müddətli gedir, nə irəliləyiş var? 4 ildir gedir, ardıcıl gedə bilmir də. Həkim deyir ki, əzələlər elə bil güclənir, siz gec gətirirsiniz, bir də əzələlər zəiflir. Ardıcıl gətirmirsiniz. Müəyyən nəticə olur, sonra apara bilmirsiniz deyə yenidən həmin vəziyyətə düşür. Maddi vəziyyətə görə apara bilmirik. Baxmayaraq ki, bu çətin xəstəlikdir, amma bilirəm ki, hər biri pozitivdir, deyib gülən insanlardır. Bu da çox önəmlidir, yəni xəstəliklə mübarizə aparmaq da çox önəmlidir. Gültəkin, səndən soruşmaq istəyirəm daha doğrusu.
Gündəlik çətinliklər nədən ibarətdir sənin üçün? Hansı çətinliklər var? Mən daha çox sürünərək hərəkət elədiyim üçün dizlərim çox ağrıyır. Tez-tez dizlərim, bu nahiyələrim şişir, topuqlarım şişir, qollarım ağrıyır. Çünki qolumun üzərində hərəkət edirəm, biraz da çəkim ağrıdı deyə qollarım tez-tez ağrıyır, dizlərim ağrıyır deyə mənim üçün çətindir. Düşüb qalxmaq da çətindir. Bir yerə qalxanda qolumdan belə durub qalxdığım üçün daha çox qollarıma burasında güclər düşür deyə mənə çox çətindir. Əziyyət çəkirəm, dizlərim ağrıyır, gedib gəlmək də çox çətin olur mənim üçün. Həyətə düşürsən, həyətdə Bəli, gəzirsən. düşürəm. Orada təmiz hava almaq üçün də, orada hava almaq üçün düşürəm. Bir yarım saat, 10 dəqiqə oturub qayıdıram geri. Yəni sərbəst şəkildə özün düşüb qalxa bilirsən. Bəli, özüm düşüb qalxa bilirəm sərbəst şəkildə. Orada nərdivanlar var, oradan düşmək biraz çətindir, amma yenə də düşə bilirəm. Məsəl üçün insanlar biləndə ki, belə bir nadir xəstəlikdən əziyyət çəkirsən, nə deyirlər? Yəni dostların, rəfiqələrin varmı? Onlar nə deyir? Var. Onlar hər zaman mənə dəstəkdir ki, yaxşı olacaqsan, sən yerəcəksən, ümidini üzmə. Varımdır dostlarım, onlar da mənə dəstəkdir, sağ olsunlar. Sən də həkimlərdə olmusan. Bəli. Həkimlər nə deyiblər bu barədə? Həkimlər müalicə olmağımı istəyirlər. Yəni müalicə olunaramsa əgər yəqin ki, yaxşı olaram, ümid edirəm ki, yaxşı olaram. Minə evin balacasısan və məlum məsələ səndə də eyni problemlərdir. İstər yerimə ilə bağlı məlum məsələdir ki, çətinlik var. Sadəcə soruşmaq istədim ki, müəyyən kurslar da keçmisən. Hansı müsbət tərəflər var? Fizioterapiyaya mən ilk gedəndə çox da irəliləyiş yox idi. İndi son gedəndə amma özüm yavaş-yavaş hərəkət edə bilərəm. Dəstəksiz də yeriyə bilərəm yavaş-yavaş. Əməliyyat keçirmisən? Bəli, 3 dəfə əməliyyat keçirtmişəm. 3 dəfə əməliyyat keçirmisən. İkisini belimdən, birində bu çanaqdan, ayaqlarımdan keçirmişəm. Bir dənə bizə deyərdin, bu hansı əməliyyat olub, implantlarla bağlı hara yerləşdirdilər? İmplantın 2 dəfə belimdən olundum. Bir dəfə disk sürüşməsi olandan sonra qırıldı, yenidən implant qoydular. Gəzərkən ehtiyatsızlıqdan qırıldı. Bəli, çəkim də ağır olduğu üçün düşdü ayaqlarıma, ona görə qırıldı. Bir də gəzə bilərsən, biz də sadəcə baxaq, görək. Özüm yox, amma ki, dəstəklə. Kömək eləyək. Amma əvvəllər belə gəzmirdin, düzdür? Yox, əvvəllər gəzə bilmirdim. İndi dala qayıdaq, baxaq. Əməliyyatdan sonra dəstəksiz gəzdin, yoxsa elə bu cür gəzirdin? Yox, birinci Volkerlə gəzdim, ondan sonra yavaş-yavaş kurs müalicədən sonra belə gəzdim. Və necə oldu ki, o implant qırıldı? Yıxıldın, yoxsa necə? Heç özüm də bilmədim. Fizioterapiyaya getdiyim ərəfədə oldu, yoxsa evdə oldu bilmədim. Onu təzədən düzəltmək lazımdır. Belə əməliyyata ehtiyac var, düzdür? Yox, yoxdur. Əməliyyat olundu ikinci dəfə. Sadəcə fizioterapiya. Fizioterapiyaya ehtiyacım var. Həkimlər deyib ki, fizioterapiya olunsan yerəcəksən. Davamlı, tez-tez. Təxminən neçə müddətli fizioterapiyaya ehtiyac var ki, sərbəst şəkildə yeriyəsən? Özümdən də çox şey açıldı. Orada eləyirlər, həkimlər deyir ki, evdə də özündən istəsən, məsələn, 1 il yarıma yeriyərsən. Dəstəksiz? Hə. Həm də çəki atmağımı deyib. Ondan sonra daha rahat yeriyə bilərəm. Çəki də mütləq şəkildə atmalısan. Bəli. Hansı bir hobbin varmı sənin? Musiqi dinləməyi çox sevirəm. Başqa heç nə də belə. Yəni boş vaxtlarını sadəcə İdman edirəm evdə, həkimin dedikləri idmanları, başqa heç nə. Həyatımı onun üstə qurmuşam yerimək üçün. Hansı idmanlardır? Paralel qoldu, orada da idman alətləri. Yürüyüşdür, bir də turnikdə əyilib qalxıram orada. Gün ərzində onlar edirəm. Və onları eləyəndən sonra müəyyən irəliləyişlər olur. Bəli, bəli. Evdə eləyəndən sonra daha çox irəliləyiş görürəm. Zülfiyə, səndə hansı çətinliklər var gün ərzində? Məsəl üçün, səndə də yeriməklə bağlı bilirəm ki, eyni vəziyyətdir, yəni bacılardakı kimi. Sadəcə o soruşmaq istədim ki, daha ağır formasıdır, yoxsa necə yeriməklə bağlı? Gündəlik həyatımda çətinliklərdir, sürünə bilmirəm, çətinlik olur. Dizimdə şişlər yaranır. Bacım danışdığı kimi elə məndə də elə problemlər yaşanır. Dizlərdə möhkəm ağrılar olur, düzdür? Möhkəm ağrılar olur qollarda, əzələlərdə. Düzdür, birazdan məşğuliyyətlərinizi biz göstərəcəyik izləyicilərə. Sadəcə soruşum ki, məşğuliyyətin nədən ibarətdir? Futbola baxıram, seriallara baxıram belə. Adətən Avropa futbollarına baxıram, dünya futboluna. Yəni darıxmamaq üçün? Uşaqlıqdan marağım olub, elə indiyə qədər də davam edib. Anamız uşaqlıqdan bizim əziyyətimizi çəkdiyinə görə ev işlərində müəyyənində anama mən kömək eləməyə xoşlayıram.
Məsələn, ütü ütüləməyi bacarıram, ütü ütüləyirəm. Anam verir kartoplardı, soğanlardı, onları soyub anama kömək eləyirəm ki, anamın yükü ağır olmasın da. Zaten bizim əziyyətimizi çox çəkir uşaqlıqdan. Ona görə istəmirəm anama çox yük eləyək. Bunlar mənim bacaracağım işlər olduğuna görə bunları özüm asanlıqdan eləyə bilirəm. Amma evdə olmayan vaxtlarda, məsəl üçün, hüzür yerinə harasa gedəndə qabları yuya bilirəm, yemək bişirə bilirəm, əlimdən o gəlir. Sənin səhərin necə açılır? Ondan danış, görək hansı əziyyətlərini üzləşirsən səhər tezdən? Səhər tezdən yuxudan duranda adətən çox vaxt belim ağrıyır ilk öncə. Çünki hərəkətsiz qalıram gün içərisində. Səhər yuxudan duranda çox vaxt belim ağrıyır. Ondan sonra özümə bir gəlirəm, yuxudan dururam. Durandan sonra gedirəm birinci bacımın idman edirəm. O ortancıl bacımdan bacımın idman edirəm, kömək edirəm, idman edirəm. Daha sonra bayaqki gördüyünüz qurğularda bacımı yerdirəm. Ondan sonra gəlirəm, televizor açıram, biraz maraqlı bir veriliş varsa və ya nə bir şey varsa ona baxıram. Gün ortada gedib biraz azca dincəlirəm, istirahət edirəm. Günüm belə keçir. Televizor nəyə baxırsan? Futbola baxıram çox. Futbola marağım var. Marağım var, bəli, uşaqlıqdan. Təxminən 11-10 yaşlarından futbola baxırıq. Ailəmizdə demək ki, hər kəs, ata da futbolu sevir, əmlərim də futbola marağı var, həm oğlanlarım da, onlar da futbolu çox sevir deyə hamımız onlarla belə uşaqlıqdan futbola baxırdıq. Hansı komandaya azarkeşlik edirsən? Mən adətən Real Madridi çox xoşlayıram. Ona azarkeşlik edirəm, onun oyunlarına baxıram. Bacım Barsalıdır. Onda demək, əməl başlı qırğındır ki. Bəli, klassikolarda bizdə çox dav olur. Çox vaxt onun komandasıdır deyə mən əsəbləşirəm. Mən əsəbləşdirirlər ki, sənin komandan bu dəfə də bizim komandamız uduzdu. Arda-arda 2 dəfə səhv eləmirsə Barsa çempion oldu. Bu il də oldu, ondan öncəki il olmuşdu. Çempion 2 illərdə oldu. Daha çox onların komandası çempion olub, amma əsəb verir. Xoşlamıram, mən istəmirəm öz komandamın çempion olmağını istədiyimə görə istəmirəm onların komandası çempion olsun. Əgər yeriyə bilsən, hansı idmanla məşğul olarsan və yaxud hansı işdə çalışarsan, hansı sahədə? Mən adətən uşaqlıqdan ən böyük arzum mənim hüquqşünas olmaq idi. Çünki onların geyimləri mənim çox xoşuma gəlir. Belə olduqda, belə əgər olmasaydım əgər, futbolçu olardım hər halda, hər hansısa bir işdən məşğul olardım da, yəqin ki, sevdiyim bir işdən məşğul olardım. Zülfiyə, bəs sən anana hansı işlərdə köməklik göstərsən? Adətən mətbəx işlərində kömək edirəm. İndi məsəl üçün nə hazırlayırsan? Ümumiyyətlə hansı yeməkləri hazırlaya bilirsən? Patlıcan hazırlaya bilirəm, soya bilirəm, doğraya bilirəm, kömək edirəm. Lobya, kartof, soğan, başqa müəyyən yeməklərdə yardım edirəm. Yəni belə deyək də, siz bacılar hərəniz müəyyən işləri bölüşdürürsünüz də. Bəli, bölüşdürürük. Ən çox da sən hansı işlər düşür? Demək olar ki, çox iş mənə düşür, amma onlar da edirlər. Bu xəstəlik çox çətin xəstəlikdir, amma ümid itmir və müalicə olmaq da mümkündür. Və əgər sağlarsansa, sağlam həyata qovuşarsansa, arzuların nədən ibarətdir? Arzularım, uşaqlıqdan iş adamı olmaq istəyirdim, hansısa bir şirkətin və ya hansısa bir. Onu edə bilmədimsə, ola bilər ki, uşaq işinə baxa bilərəm, baxıcı uşağa. Bağçada işləmək. Bəli. Uşaqlar sevdiyin üçün bağçada işləmək. Uşaqlarla məşğul olmaq. Mən də həkim olmaq istəyərdim. Ki, yəni mən özüm də xəstəyəm, özüm kimi insanlara şəfa verim. Onlara da sağaldım. Dəstək olum hər kəsə. Demək olar ki, sən əməliyyat keçirmisən, müəyyən irəliləyiş də var. Mənə elə gəlir ki, bu arzuna çata da bilərsən. Təbii ki, buna ümid də var. Əlbəttə ki, ümid edirəm zaten mən. İnşallah ki, yaxşı olacaq. Gün ərzində məsəl üçün bu idman hərəkətləri nə qədər eləyirsən? Hər gün davam edirsən, yoxsa necə? 2-3 saat edirəm, yəni ara-ara. Yarım saat bəzən, 1 saat, elə ara-ara edirəm. İnsanlar, hər kəs bizə həyətdə, küçədə və yaxud da xəstəxanaya gedəndə kömək edir. Əlimdən tutur, mənəvi şəkildə də kömək edir, rəfiqələrim, dostlarım da. Amma ki, müalicəm üçün, fizioterapiyam üçün maddi kömək də lazımdır. Hər kəs kimi yerimək istəyirəm, buna da şans var. Qızlar əvvəl mən onları buyurmurdum, çünki özüm cavan idim, onlar da balaca idilər. Amma indi böyüdülər, onlar artıq mənim xəstəliklərimi görürlər. Evdə, ev işlərində mənə kömək edirlər. Əllərindən gələn eləyirlər, stol qoyurlar, qab-qacaq yuyurlar, ondan sonra kartof verirəm, soğurlar da müəyyən bir işlərdə mənə köməkdarlıq göstərirlər. Mən özüm də xəstəyəm, ona görə mənə kömək edirlər. Sizdə əsas nədir problem? Məndə dizlərimin qığırdaqları artrozdur, 4-cü dərəcə. 5 dəqiqədən artıq ayaq üstə dura bilmirəm. Məlum məsələdir ki, bu fiziki işləri bacarmazlar, çünki özlərinə onlar elə bir yerlə gedirlər. Mən onlar haraya getsə gərək onların əllərinə su aparam, yutsunlar, nəsə bir
işləmək, yemək işində kömək eləsinlər. Amma demək olar ki, gün ərzində siz onlara qulluq Hə, edirsiniz. onlara ancaq mən qulluq edirəm. Bax, bunlardan biz danışaq, qayğılardan danışaq. Qayğılarınız nədən ibarətdir? Ən çətin nədir sizin üçün? Ən çətin mən onların məsəl üçün başlarını yumaq, ondan sonra da hamam işlərində çox çətinlik çəkirəm. Onun çox işlərində də çətinlik çəkirəm onlarda. Arzularım odur ki, onların xəstəlikləri yüngülləşsin, heç olmuyor özlərini idarə eləsinlər. Dünya etibarsızdır. Mən 5 gün bilinmir də, heç kəsin həyatı sığortalanmayıb. Artıq mən onları məsəl üçün özlərini idarə etməyi istəyirəm ki, özlərini idarə eləsinlər. Övladlarınızın müalicəsi, əsas müalicəsi nədən ibarətdir? Həkimlər nə deyir? Hansı müalicələrdən keçməlidirlər ki, sağalsınlar? Həkimlər onlara fizioterapiya ən çox deyirlər ki, məsəl üçün daha da pisləşməsinlər. Hamısına? Hamısına. Minə əməliyyat olduğuna görə minədə irəliləyiş çoxdur. Bunlara da əməliyyat deyir, amma ki, maddi durum yoxdur. Eynən onunki kimi gərək fizioterapiya, ardıcıl fizioterapiya gedir. Hansı əməliyyatı deyilir məsəl üçün qızlarınıza? Diz, ayaqda ayaq, çanaq, bud belə. Bəs Fizioterapiya. bunun qiyməti təxminən nə qədərdir? Qiyməti Tam bilinmir. hər bir dəfə göstərmişdik, hərəsininki 40 min demişdilər. Ondan sonra da fizioterapiyaya başlamaq demişdilər. Adətən bu cür xəstəliyi olan şəxslər biraz həyata ümidlərini itirirlər. Amma mən fikir verirəm ki, qızlarınız çox ümidlə yaşayırlar. Ondan sonra və inanırlar ki, sağalacaq. Buna təbii ki, ümid də var. İstəyirəm bundan danışaq ki, onların həyat eşqindən. Onlar çox ümidlidirlər. Onlar hər gün istəyirlər ki, məsəl üçün ümidləri var ki, biz nə vaxtsa ayağa qalxacağıq, işimizi davam eləyəcəyik. Ondan belə də. Mən də ki, onlara çox ümidim var. Onlar çox aktiv qızlardır. Ancaq bir maddi vəziyyətə görə qalmış. Əsas onlara lazım olan fizioterapiya müalicələridir. Fizioterapiya müalicələri. Və fizioterapiya müalicələri olarsa, təbii ki, səhhətlərində müəyyən irəliləyiş olacaq, yəni müsbətə doğru irəliləyiş olacaq. Həyat hansı tərəfdədir? Orada. Gəl, mən sənə kömək edim, bərabər şəkildə gedək. İkisindən tutar. Tələsmə, yavaş-yavaş